Tural doktor, əslində mən Elnur doktorun da fikrini, az öncə səsləndirdiyi fikrinə cavab olaraq demək istəyirəm ki, inteqrasiya hər bir müalicənin gedişatında kompleks müalicələrdən istifadə edirik. Təbii ki, biz kim ki daha xəstəliyin epidemiologiyasına gedirik, yaranma səbəblərinə gedirik, nümunələr ki, bunlar da üzərindən çoxdur. Mütləq inteqrasiya dediyimizdə bir fasilə verib izləməmiz lazım gəlir. Çünki insanlar arasında bir bitki mənşəli dərman vasitələrindən istifadə fikri var, bir də kimyəvi dərman tərkibli dərmanlardan istifadə etmə fikri var. Əgər mövzu bunu həkim tərəfindən, fitoterapiya ilə məşğul olan həkim tərəfindən geniş izahat verilər ki, baxın, sənin indi Elnur doktorun misalı üzərində deyək, H. pylori pozitivdir. Bu zaman sən kimyəvi dərman tərkibli müalicədən istifadə edib, əlavə də olaraq bitki mənşəli dərman vasitələrindən istifadə edəcəksən, burası anlaşılan olur. Çünki biz də deyirik ki, kimyəvi dərman müalicəsinin istifadəsi vacibiyyətdir. Alternativ olaraq da, yanaşı olaraq da bitki mənşəli dərman vasitələrindən istifadə edə bilərik.